Herkese salam. Mən bugün blok imtahan tipli testlər əsasında imtahan düşəcək mövzuların izahını verəcəm. Və bir şey qeyd edeyim ki, bu sualların hər biri bir neçə mövzunu əhatə etdiyi üçün eyni anda bir neçə mövzunu təkrar etmiş olacaqsınız. Ona görə diqqətlə qulaq asın. Deməli, birinci sualda deyir ki, onun səmimi hissləri bir körpənin məsumluğu qədər təmiz və pak idi. Necə idi? Pak idi və necə idi? Təmiz idi. Deməli, görürsünüz ki, burada 2 dənə xəbərimiz var. Ona görə də 2 dənə ayrı-ayrı xəbər götürüləcək. Və burada təmiz sözündə də idi hissəci ixtisar olunub. Yəni, bir körpənin məsumluğu qədər təmiz idi və pak idi. İndi daha sonra mübtədanı tapacağıq. Nə təmiz və pak idi? Onun səmimi hissləri. Bunu biz bütöv götürəcəyik, çünki bu isim birləşmədir, ayrılmayacaq. Burada maraqlı məsələ bu hissədədir. Yəni, onun səmimi hissləri necə təmiz və pak idi? Bir körpənin məsumluğu qədər. Yəni, burada indi necə sualı biz bilirik ki, 2 dənə cümlə üzvündə var. Ya təyində var, ya təyin olacaq, ya da zərfli olacaq. Maraqlısı buradadır ki, burada bəzən şagirdlər bunu təyin götürür. Çünki zərflik əsasən yəni feili xəbərə, feilə aid olduğuna görə, yəni burada yəni bunu zərflik kimi götürürlər. Lakin bir şey yada saxlayın ki, əgər bizim xəbərlərimiz, yəni təmiz və pak, əgər xəbərimiz sifətlə ifadə olunubsa, yəni ismi xəbərdir, düzdür. Amma sifətlə ifadə olunmuş ismi xəbərdirsə, yəni burada təmiz də, pak da sifətdir. Əgər xəbərimiz sifətlə ifadə olunmuş xəbərdirsə, o zaman biz bu necə sualını verdiyimiz həmin ifadəni biz burada təyin yox, zərflik götürəcəyik. Ona görə də yəni burada bir körpənin məsumluğu qədər olacaq, yəni tərz hərəkət zərfliyi. Yəni bunu yadda saxlayın. Deməli, zərflik bəzən əlamətə də aid ola bilir. Hətta yəni bu dimdə, yəni imtahanda nəzəri suallarda da düşmüşdü ki, yəni zərflik bəzən əlamətə də aid ola bilir. Yəni zərflik həm hərəkətə aid olur, bəzən də əlamətə aid olur. Həmin əlamət dedikdə biz yəni məhz sifəti nəzərdə tuturuq. Bunu yadda saxlayın. Ona görə bizim burada cavabımız olacaq mübtəda, zərflik, xəbər, yəni D variantı. İkinci sual, uyğunsuzluğu müəyyən edin. Niyazi əvvəlcə qələbəliyə sevinsə də, adamların təşvişi ona da sirayət etdi. Tərkib hissələri bərabər hüquqlu olmayan cümlələrdən ibarətdir. Əvvəla, bərabər hüquqlu cümlələr nədir? Bərabər hüquqlu olmayan cümlələr nədir? Bərabər hüquqlu cümlələr dedikdə, yəni cümlələr adından göründüyü kimi, yəni bərabər hüquqludur. Yəni bir-birlərindən asılılıqları yoxdur bunların. Yəni burada biz tabesiz mürəkkəb cümlə nəzərdə tuturuq. Ancaq bərabər hüquqlu olmayan cümlələr dedikdə, yəni bərabər hüquqlu deyil bunlar. Yəni bunlar bir-birlərindən asılıdırlar. Yəni biri aslıdır, biri əsas cümlədir. Bu isə tabeli mürəkkəb cümlədir. İndi burada da mən baxıram ki, bu cümləmiz sevinsə də, yəni səd də var burada. Yəni feilin şərt şəkilçisi var burada. Eyni zamanda da ondan sonra gələn dadə ədatı var. Yəni belə olduqda artıq bu cümlə tabeli mürəkkəb cümlədir. Budağın birinci gəldiyi, başın ikinci gəldiyi tabeli mürəkkəb cümlədir. Yəni A variantı doğrudur. Yəni bu tabeli mürəkkəb cümlədir. Yəni bərabər hüquqlu olmayan cümlələrdir. Daha sonra B-yə baxaq. Şəhərdəkilər eyni binada yaşadıklarından həmişə sıx ünsiyyətdə olurlar. Səbəb zərfliyi quruluqça mürəkkəbdir. Gəlin baxaq. Əvvəla zərfliyin quruluqça mürəkkəb olması nə deməkdir? Yəni əgər cümlə üzvü sözlə ifadə olunursa, yəni nitq səslə ifadə olunursa, o sadə cümlə üzvü sayılır. Əgər söz birləşməsilə ifadə olunursa, mürəkkəb cümlə üzvü sayılır. Gəlin təhlil edək. Nə edirlər? Ünsiyyətdə olurlar. Kim? Şəhərdəkilər. Şəhərdəkilər nə üçün həmişə sıx ünsiyyətdə olurlar? Eyni binada yaşadıklarından. Gördüyünüz kimi burada yəni eyni binada yaşadıklarından nə üçün? Səbəb zərfliyidir və burada nə ilə ifadə olunub? Dık plus mənsubiyyət var burada. Yəni ona görə bu olacaq feili sifət tərkibi. Və feili sifət tərkibi də adlanır deməli feili birləşmə. Yəni söz birləşməsi, yəni bu da mürəkkəb sayılır. Deməli B də doğrudur. C-yə baxaq. Unutmayaq ki, yer təkcə bizim insanların deyil. Budaq cümlədə xəbərin əlavəsi vardır. Bəli, bu cümlədə ki tabellik bağlayıcısı var. Ki olan yerdə də birinci tərəfimiz baş olur. Yəni unutmayaq olacaq baş. Yer təkcə bizim insanların deyil olacaq budaq cümlə. Və baxıram ki, burada bizdə əlavə var. Görə əlavə nəyin əlavəsidir? Yəni burada bizim əlavəmiz insanlarındır. İndi cümləmiz belə olacaq, yəni bizim yer təkcə bizim deyil və bu da bəli, xəbərin əlavəsidir. Çünki biz burada, yəni buradakı deyili biz ayrıca xəbər kimi götürə bilmərik. Deyil hər zaman nəyin yanında gəlirsə, hər zaman ona birləşir və xəbər olur. Ona görə də, yəni burada C də doğrudur. D-yə baxaq. Meşələr məhv olarsa, bu insanların həyatına böyük zərbə olar. Deməli, ismi xəbərli, müəyyən şəxsli mürəkkəb cümlədir. Görürsünüz ki, eyni anda bizdən bir neçə sual soruşur.
Bir neçə mövzunu soruşur. Əvvəlcə biz hissə baxaq. Baxaq görək ismi xəbərlidirmi? Mən baxıram ki, bu cümlədə 2 dənə xəbər var. Biri məhv olarsa, digəri isə zərbə olardı və baxıram ki, bunların heç biri ismi xəbəri deyil. İkisi də feili xəbərdir bunların. Elə bizim yanlış variantımız olacaq D. Amma gəlin biz ardına da baxaq. Deyir müəyyən şəxsli cümlədir. Müəyyən şəxsli cümlə nədir? Yəni mübtədası olan, olmasa da bərpa olunan. Deməli bizdə birinci tərəfimiz, hətta qeyd edeyim ki, yəni bu cümləmiz də tabiri mürəkkəb cümlədir. Çünki burada meşələr məhv olarsa, olar isə, yəni burada isə hissəciyi var. Yəni budağın birinci gəldiyi, başın ikinci gəldiyi tabiri mürəkkəb cümlədir. O cəhətdən birinci cümləmiz məhv olarsa xəbərdir. Nə? Meşələr. Bəli, birinci tərəfimiz bizim müəyyən şəxslidir. İkinci tərəfinə baxaq. Bu insanların həyatına böyük zərbə olar. Zərbə olar. Nə? Bu. Bəli. İkinci tərəfim də müəyyən şəxslidir və cümləmiz də mürəkkəb cümlədir. Deməli bizdə bu cümlədə müəyyən şəxsli mürəkkəb cümlə qismi doğrudur, ancaq ismi xəbərli qismi isə yanlışdır. Ona görə cavabımız olacaq D variantı. Y'yə də baxaq. Getdikcə çoxalan dəbdəbə istəklərimizin əksinə təbii nemətlərə üstünlük verməliyik. Nitqin hissələri arasında əlaqə yaradan ara söz işlənmişdir. Nitqin hissələri arasında əlaqə yaradan ara söz dedikdə, yəni biz burada nəticə bildirən ara sözü nəzərə tuturuq. Bəli, burada da əksinə deyilən ara söz var. Yəni bu da nəticə bildirən, yəni nitqin hissələri arasında əlaqə yaradan ara söz adlanır. Ona görə Y də doğrudur. Yadda saxlayın ki, yəni ara sözün, yəni bu növü nəticə bildirən ara sözün ikinci bir adı da var, yəni nitqin hissələri arasında əlaqə yaradan. Ona görə də siz hər iki adını yadda saxlamalısınız ki, yəni düşə bilər imtahanda. Üçüncü sual. Hansı nümunədə cümlə üzvünün əlavəsinə yer verilməmişdir? Deməli, əlavəni bir yada salaq. Əlavə nədir? Əlavə özündən əvvəlki üzvün mənasını izah edir və aydınlaşdırır. Bütün cümlə üzvünün əlavəsi var. Xitabın da əlavəsi var. Hətta söz birləşməsinin aslı tərəfinin əlavəsi var. Və burada cümlə üzvünün əlavəsinə yer verilməmişdir deyəndə, yəni burada əlavə olan şey cümlə üzvünün əlavəsi deyil. Yəni ya xitabın əlavəsi ola bilər, ya söz birləşməsinin aslı tərəfinin əlavəsi ola bilər. Yəni cümlə üzvü olmayacaq bu. Gəlin baxaq. Kənddə mehriban insanların yanında olduqca özümü daha yaxşı hiss edirdim. Əvvəlcə əlavəmizi tapaq. Əlavəmiz bizdə burada mehriban insanların yanında. Bəli. Əlavəmiz burada budur. Bunu cümlədən çıxardaq. Kənddə olduqca özümü daha yaxşı hiss edirdim. Gəlin bunu çıxarıb cümləni təhlil edək. Nə edirdim? Hiss edirdim ki, mən deməli harda yaxşı hiss edirdim özümü? Kənddə olduqca. Görürsünüz ki, burada kənddə olduqca. Yəni burada mehriban insanların yanında birləşməsi kənddə sözünün yəni arasına girib. Yəni bu cümlə üzvünün əlavəsi getmir artıq. Yəni burada gördüyünüz kimi, yəni kənddə olduqca arasına girib. Yəni bu əlavə ona görə cümlə üzvünün əlavəsi getmir. Bu olacaq söz birləşməsinin, yəni feili bağlama tərkibinin aslı tərəfinin əlavəsidir bu. Yəni kənddə olduqca özü feili bağlama tərkibidir, yəni feili birləşmədir və burada mehriban insanların yanında isə kənddə aslı tərəfinin əlavəsidir. Ona görə də biz buna cümlə üzvünün əlavəsi demirik. Biz buna söz birləşməsinin aslı tərəfinin əlavəsi deyirik. Ona görə də biri götürəcəyik. 2-yə baxaq. Ağlımda hələ də axırıncı, yəni may ayındakı dərs qalıb. Deməli, burada da bizim əlavəmiz may ayındakı, yəni budur. Yəni 10 cümlədən çıxarıb təhlil etsək, ağlımda hələ də axırıncı dərs qalıb. Nə edib? Qalıb. Nə qalıb? Dərs. Hansı dərs qalıb? Axırıncı. Gördüyünüz kimi burada yəni axırıncı dərs. Və yaxud da may ayındakı dərs. Hansı dərs? Axırıncı dərs. Hansı dərs? May ayındakı dərs. Yəni görürsünüz ki, burada təyin əlavəsidir. Yəni burada söz birləşməsinin əlavəsi deyil. Ona görə də 2-ni götürməyəcəm. 2 olan variantlara çıxsam, C və D gedir. Və 1-i də götürsəm, deməli olacaq ya A ya B, hətta Y-də də çıxacaq, çünki orada 1 yoxdur. 3-ə baxaq. Dan yeri söküləndə səhər tezdən yola düşəcəyik. Deməli, burada bizim əlavəmiz səhər tezdəndir. Yəni, dan yeri söküləndə yola düşəcəyik. Yəni, cümləmiz belədir. Nə edəcəyik? Yola düşəcəyik. Nə zaman? Dan yeri söküləndə. Görürsünüz ki, yəni burada da yəni cümlə üzvünün əlavəsidir. Yəni, burada əlavə hansısa bir söz birləşməsinin aslı tərəfinin əlavəsi deyil. Ona görə də deməli 3 də olmayacaq. Davam edək. 4-ə baxaq. Bu möhtəşəm tabloda qırmızının, o möhtəşəm rəngin bütün çalarları təsvir olunmuşdur. Burada da bizim əlavəmiz o möhtəşəm rəngin. Yəni bu möhtəşəm tabloda qırmızının bütün çalarları təsvir olunmuşdur. İndi gəlin baxaq. Nə etmişdi? Təsvir olunmuşdu. Nə?
qırmızının rəngi, yəni daha doğrusu qırmızının bütün çalarları. Gördüyünüz kimi burada qırmızının bütün çalarları. Yəni burada qırmızının çalarları üçüncü növ təyini söz birləşməsidir, yəni ismi birləşmədir. O möhtəşəm rəngin də qırmızının yəni aslı tərəfinin əlavəsidir. Yəni bu da ismi birləşmənin aslı tərəfinin əlavəsi sayılır. Ona görə də 4-ə götürəcəm. 5-ə baxaq. Uşaqlarla yeni həyata qədəm qoymağa hazırlaşanlarla söhbətləşdikcə onların nə qədər ağıllı olduğunu anlayıram. Deməli burada da burada əlavəmiz hansıdır bizim? Yeni həyata qədəm qoymağa hazırlaşanlarla. Yəni cümləmiz belədir. Uşaqlarla söhbətləşdikcə onların nə qədər ağıllı olduğunu anlayıram. Gördüyünüz kimi burada əlavəmiz budur. Yəni nə edirəm, anlayıram. Mən nə zaman anlayıram? Uşaqlarla söhbətləşdikcə. Yəni burada yenə də feili bağlama tərkibinin, yəni burada söhbətləşdikcə feili bağlamadır. Feili bağlama tərkibinin aslı tərəfinin əlavəsidir. Yəni burada yəni cümlə özünün əlavəsi deyil, söz birləşməsinin aslı tərəfinin əlavəsidir. Yəni bizdə cavab olacaq burada B variantı. Yəni yekun olaraq bir daha desəm, bir də kənddə olduqca, yəni feili bağlama tərkibinin kənddə qismini, yəni mehriban insanların yanında. Yəni gördüyünüz kimi mehriban insanların yanında deyəndə artıq bu məkan məzmunu bildirir və kənddə də məkan məzmunlu bir sözdür və onun əlavəsidir. Deməli 4-də bu möhtəşəm tabloda qırmızının, o möhtəşəm rəngin. Görürsünüz ki, qırmızının sözünün əlavəsidir. Yəni qırmızının çaları. Burada da yəni möhtəşəm rəng qırmızının sözünün əlavəsidir. Yəni ismi birləşmənin aslı tərəfinin əlavəsi. 5-də isə uşaqlarla söhbətləşdikcə, yəni yeni həyata qədəm qoymağa hazırlaşanlarla. Gördüyünüz kimi burada da uşaqların deməli əlavəsidir. Yəni söz birləşməsinin aslı tərəfinin əlavəsidir. Yəni əgər sizdən belə bir sual soruşursam, şərtdəki cümlə üzvünün əlavəsinə yer verilməmişdir. Yüksək ehtimalla orada ya xitabı soruşacaq, yəni çünki xitab cümlə üzvü olmur, ya da aslı tərəfin əlavəsini, yəni hansısa bir söz birləşməsinin aslı tərəfinin əlavəsini soruşur. Ona görə də cümləni çox diqqətlə oxuyun, axıra kimi oxuyun və cümləni mənim qeyd etdiyim kimi, yəni təhlil edərək tapın. 4-cü sual. Klasteri sxemi əsasən tamamlayın. Deməli, klasterin bu bucağında görürsünüz ki, deməli budağın başdan öndə gəldiyi bir sxem verilmişdir. İndi gəlin baxaq, nə əkərsən, onu biçərsən. Deməli, burada nə bağlayıcı sözü var. Nə bağlayıcı sözü varsa, bizdə birinci budaq gələcək, ikinci baş gələcək. Yəni, və yaxud da bunu belə demək olar. Nə əkərsənsə, onu da biçərsən. Belə şəkildə demək olar. Yəni, elə olduqda da yenə də birinci budaq cümlə gələcək. Və burada da bir şey sizə xatırladım ki, nə olur burada bağlayıcı söz, onu isə olur onun cavabı. Yəni, onu ya da biz deyəcəyik qarşılıq söz. Yəni, qarşılıq söz bağlayıcı sözlə bağlanmış tabeli mürəkkəb cümlələrdə həmişə işlənir. İndi işlənməyə də bilər, amma siz onu bərpa edə bilərsiniz. Yəni, ya işlənəcək, ya da işlənməyəcək, amma siz bərpa edəcəksiniz. Amma 100% hər ikisindən biri olacaq mütləq. Ona görə 1 olmayacaq, çünki bir də budaq başı olur. İkinciyə baxaq, öyrənməsən, öyrədə bilməzsən. Deməli, burada da yenə də əgər öyrənməsən, ondan da əlavə burada öyrənməsə, sasə, yəni feilin şərt şəkilçisi var. Yenə də belə olduqda yenə budaq başın birinci gəldiyi cümlədir. Ona görə də 2 də olmayacaq. 3-ə baxaq. İgid odur, ehtiyatı əldən verməsin. Görürsünüz ki, bu cümlədə heç bir bağlama vasitəsi yoxdur. Və bura baxaq ki, biz özümüzdən nə əlavə eləyə bilərik? İgid odur ki, ehtiyatı əldən verməsin. Ki olduqda da istisna halı çıxmaqla başın birinci gəldiyi cümlədir. Ona görə 2 götürəcəm. 4-ə baxaq. O sənə dedimi, mən gələcəm. Bəli. İndi burada bir maraqlı bir məqam var. Mumi olduqda budaq birinci gəlir daha çox. Yəni mumi ədat oldu, budaq birinci gəlir. Lakin bir şey diqqət edin. Əgər mumi sual cümləsi şəklində verilibsə, o zaman baş birinci gəlir. Yəni burada görürsünüz ki, mumi sual cümləsi yaradıb. Yəni o sənə dedimi ki, mən gələcəm. Görürsünüz ki, burada mən ki-ni rahatlıqla əlavə eləyə bilirəm. Belə məqamlarda siz başı birinci götürəcəksiniz. Amma tutaq ki, evə çatdınmı, mənə xəbər ver. Məsələn, bu cümlədə evə çatdımı, yəni burada bu sual məzmunu yaratmayıb, yəni bu adi cümlədir. Yəni evə çatdımı mənə xəbər ver və yaxud da biz bunun buradakı m-nı sasə ilə də vəz eləyə bilərik. Yəni evə çatdınsa mənə xəbər ver. Gördüyünüz kimi, yəni bu artıq fərqli funksiya daşıyır. Ona görə də əgər m olan cümlə sual cümləsi yaradıbsa və onun yanına ki əlavə eləyə bilirsinizsə rahat şəkildə, burada artıq baş birinci gəlib. Amma dediyim kimi, sual cümləsi deyilsə və m-ni sasə ilə əvəz eləyə bilirsinizsə, orada artıq budaq birinci gələcək. Və burada da baş birinci gəlib. Yəni o sənə dedimi ki, mən gələcəm. Ona görə də 4-ü götürəcəm. Deməli, 3, 4, bəli, bizdə deməli C variantı olacaq. Davam edək, 5-ə baxaq. O sizin yaxşılığını istəyir, sən isə ona hörmətlik edirsən. Bu cümlə ümumiyyətlə tabeli mürəkkəb cümlə deyil. Çünki
O sizin yaxşılığınızı istəyir. Görürsünüz ki, burada hər iki dənə cümlə verilib. Ancaq cümlələr arasında bir asılılıq yoxdur. Yəni bu cümlələr bərabər hüquqlu cümlələrdir. Yəni o sizin yaxşılığınızı istəyir. Sən isə onu örməsi edirsən. Hətta burada isə qarşılaşdırma bağlayıcısı da verilib. Yəni bu qarşılaşdırma məna əlaqəli tabesiz mürəkkəb cümlədir. Yəni bu tabe mürəkkəb cümlə deyil. 6-ya baxaq. El etməlisən ki, həyatda doğru yol tapasan. Bəli, burada da yenə də ki var. Birinci olacaq baş, ikinci olacaq budaq. Yəni cavabımız C. Deməli 5-ci sual. Tələffüz formasında verilmiş hansı sözləri isim və feil kimi düşünmək olar? Bəli. Acıya sözü. Acıya sözü necə düşünə bilərik? Bir var, acı, yəni acı yeyilən acı, yəni acı bibər məsələn, yəni sifət kimi düşünülə bilər. Acımaq, acıya bir düşünə bilər. Kaş ki o mənə acıya, yəni yazığı gələ mənasında, yəni feil kimi düşünülür. Acıya bir də isim kimi var. Yəni bir insanın acısı, ağrısı, acısı mənasında. Yəni biri mən götürəcəm. Deməli biri götürülür. 2-yə baxaq. Oturacaqlar, bəli. 2 də həm isim kimi, həm də feil kimi düşünülə bilən sözdür. Oturacaqlar bir var, yəni kimsə burada, yəni kimlərsə burada oturacaqlar. Nə edəcəklər? Yəni gələcək zamanda işlənmiş feil kimi, qəti gələcək zamanda işlənmiş feil kimi. Bir də oturacaqlar. Yəni burada bir var, yəni stollar mənasında. O zaman acaq gələcək şəkilçisi artıq olacaq leksik şəkilçisi. Yəni birində feilin gələcək zaman olur, birində isə isim düzəldən leksik şəkilçisi kimi işlənir. Bəli, bunu da götürəcəm 1 2. O cəhətdən cavabımız ya A-dır ya da B-dir. 3-ə baxaq. Oxumuş. Oxumuş necə ola bilər? Oxumuş feil kimi olur. Yəni oxumuş insan, yəni feili sifət kimi olur, ancaq isim kimi düşünmək olmur bunu. Ona görə 3-ü götürmürəm. 4-ə baxaq. Qarıya. Deməli, qarıya necə ola bilər? Qarıya bir var, yəni kimsə qarıya, yəni qocala mənasında, yəni qarmaq kimi, yəni feil kimi ola bilər. Bir də məsələn, isim kimi ola bilər, yəni qarı insan olaraq, yəni qarıya. Yəni isim kimi. Ona görə cavabımız olacaq bizim burada A variantı. 5-ə də baxsaq doğruya. Doğruya necə olur? Doğruya bir var, doğruya, doğru insan, yəni necə insan? Sifət kimi, məsələn doğruya zaval yoxdur, belə sifət kimi. Bir də var nəyisə doğruya, yəni doğraya kimi, yəni feil kimi. Yəni arzu şəklində işlənmiş feil kimi düşünülə bilər. Yəni feil və sifət olur bu. Ona görə bizim cavabımız olacaq 1, 2 və 4, yəni A variantı. Bu günlük bu qədər. Sualların ardını videonun ikinci hissəsində paylaşacağım. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Əgər videonu bəyəndinizsə, rəy yazmağı və paylaşmağı unutmayın. Sağ olun.